Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə yeni tədris ili üçün hazırlıq qruplarımızın elanını bölüşürəm. Bir çox izləyicilərimiz bizə yazırdılar, maraqlanırdılar ki, yeni tədris ilində qruplarınız olacaqmı? Bəli, olacaq. Və inşallah ki, hətta 25 avqust qeydiyyatın son günüdür. Bugündən etibarən qeydiyyat pəncərəsi açılır. 25 avqust artıq qeydiyyat bitəcək və elə ilk dərsimiz 25-i başlayacaq. Hansı qrupa artıq düşürsə, inşallah ki, 25 avqustdan etibarən ta imtahanın son gününə qədər. İmtahanınız nə vaxtı? Martdadırmı, apreldədirmi, maydadırmı? Yəni, hara hazırlaşdığınızdan asılı bir şeydir. Ora kimi davam edəcək. Və bu, necə deyərlər, quru-quru elanı paylaşmaq yerinə mən istədim ki, izləyicilərlə, bizim dərslərimizə qoşulmaq istəyənlərlə birbaşa bir əlaqə yarada biləcəyim bir video hazırlayım. Ona görə də sizin üçün belə bir slayd formasında elan hazırladım. İmtahanımıza hazırlıq. Mənlə birgə hazırlaşmaq istəyənlər üçün əvvəla hazırlıqlarımız hansı hissələri əhatə edir? 9-cu sinif buraxılış, 10-cu sinif təkmilləşdirmə, 11-ci sinif buraxılış və 11-ci sinif blok. Aşağı siniflər üçün hazırlığımız mövcud deyil. Bəzən 5-8 üçün müraciət edirlər. Hətta az qala 1-4 üçün ancaq biz yəni o tədrisi keçmirik. Müəllimlər üçün isə müəllimlər dərslərimizdən bəri qoşulub faydalanır. Lakin hələ ki bir qrup yaratmaq barədə düşünülmür. Bilirsiniz, sizə bir xəbər vermişdim ki, mən hal-hazırda həm öz ixtisasımı icra edirəm, həm də ki ikinci bir ixtisasla bağlı çalışıram. Yəni ki, ona görə mənim vaxtım çox olmayacaq. Bu səbəbdən bu ildə yalnız mənə çoxluq müraciət edirsə, o çoxluqdan gedəcək. Yəni ki, abituriyentlərdir böyük əksəriyyəti çoxluğun, bunu da bilirsiniz. Daha sonra keçid edək hazırlıq prosesi barədə bilgiyə, dərslər necə keçirilir və s. bunları danışacaq. Deyir, dərslərdə, deyir özdə. O qədər dərs izah eləmişəm ki, öz yazdığımı da deyir formasında oxuyuram. Dərslərdə buraxılış və blok imtahanı proqramına uyğun hazırlıq keçirik. Həm məktəb dərsliyi, həm də din vəsaitləri bizim əsaslandığımız vəsaitdir. Çünki imtahan bu ikisinin harmoniyasından düşür. Mətnlərin və situasiyaların işlədilməsi dəqiqliklə öyrədilir. Yəni ki, hansı sualı necə işləmək lazımdır? Biz mətni uşağın qabağına atmırıq ki, al işlə. Biz öyrədirik ki, bu sual necə yazılır, o sual necə yazılır, bunlar. Mövzular üçün xüsusi video izahlarımız var hər biri üçün və bununla da şagird 90 dəqiqəlik dərs vaxtında daha çox testlər üzərində çalışır. Yəni, bilirsiniz, mövzunu qavramaq asandır. Bir izahla şagird mövzunu tam şəkildə qavraya bilər. Məsələ burada mərifət nədir? Öyrəndiyini testdə tətbiq eləmək. Axır o hissədə şagird ciddi əziyyət çəkir. Yəni ki, sən gedirsən mövzuna, oxuyursan, öyrənirsən, videolara baxırsan, 5 dənə müəllimin videosuna baxırsan, amma testə gələndə səhvsiz. Biz də məhz bu qabiliyyəti formalaşdırırıq. Və burada yazmışıq ki, vaxt itkisi olmadan şagirdə dərsi rahatlıqla mənimsətmək bizim əsas prinsipimizdir. Bir də dəyərli şagirdlər, indidən deyim, videonu artıq bəziləriniz bəlkə də izləməyi buraxacaqsınız bu şərtə görə. Bəzən olur ki, 2 dənə müəllim yanına gedirlər. 2 dənə özdə, 2 nəfər. Dənə demək olmaz cansızlara. Deməli, 2 fərqli müəllim yanına gedir. Gedir öz məsələn, əyani hazırlığa gedir, bir də mənim yanıma gəlir. Bilirsiniz də, mənim dərslərim onlayn formatdadır. Əyani keçmirəm şəxsi istəyimə görə. Və belə yerdə mən bunu lazımsız hesab edirəm. Bəli, gedərsən, istəyirsən 5 dənə əyani müəllimin yanına get, amma mənim yanıma gəlmə. Çünki mən özüm təklikdə bir şagirdə yetərəm. Yəni, ona nə lazımdır, hər şeyi biz təmin edirik ki, şagird əlavə xərcə filan düşmədən getməsin başqa yerə. Həm də 2 fərqli müəllimi olan deyək ki, şagirdin axırda nəticəsini bölüşəndə adamın üzünə söz gəlir. Məsələn, mən dedim ki, Əli Vəliyev adlı şagird mənim şagirdimdir, gedib imtahanda 100 bal yığıb. Başqa bir müəllim eyni nəticəni paylaşıb desə ki, bu mənim də şagirdim olub, sizə necə təsir edir? Deyirsiniz ki, bu 100 balı yığmaq deməli 2 dənə müəllimin işidir. Olmaz. Mən özüm tək başına kifayət qədər rekordlar əldə eləmişəm. Ona görə də deyirəm ki, mənə gələn adam sadəcə
Məktəbdə müəllimin olur, onu da durub atacaq deyilsən. Adətən şagirdlər məktəb dərsləri kifayət eləmədiyi üçün hazırlığa qoşulur, o heç. Amma 2-3 repetitor yanına gedən şəxs xahiş edirəm bizi narahat etməsin. Mənim prinsipim budur. Yəni, mən də belə tərs adamam. Çünki biz həqiqətən şagirdə yetərik, onu hər şeylə təmin edirik və istəyirik ki, axırda filan kəsin nəticəsini bölüşəndə deyək ki, fəxrlə bu bizim uşağımızdır və biz onu deyək ki, filan aydan, yaydanmı, sentyabrdanmı hazırlamışıq. Daha sonra baxaq şərtlərimizə. Biz abituriyentlərimiz bəzən yeni valideynlər gəlir, bizdən nəticələri soruşurlar. Hətta burada yanlışlıqla 2 dənə düşüb. Baxın, bizim ötən il və bu il əldə elədiyimiz uğurları görmək istəyirsinizsə, bu adda WhatsApp, üzr istəyirəm, Instagram ünvanımıza gedirsiniz, hesabımıza gedirsiniz. Orada önə çıxan hissələrdə bu ilin blokunu paylaşmamışam, bu ilin blokunda da çox gözəl nəticələr olub, inşallah 5 günə paylaşacağam. Yəni ki, bu nəticələrə baxırsınız. Ondan sonra deyirsiniz ki, mən bu müəllimə qoşularam, ya qoşulmaram. Və biz hər şeyi şəffaflıqla paylaşırıq. Əsas məsələ dərslər necə keçirilir? Dərslər Google Meet proqramı üzərindən onlayn keçirilir. Belə ki, dəyərli şagirdlər, Google Meet proqramı hardasa, mən eynəyimi taxsam yaxşı olar, hardasa Meet-in bənzər bir, deyək ki, proqramıdır. Yəni Google tərəfindən qeyd olunub. Ekranda mən testləri ekran üzərinə gətirirəm, orada şagird görür, bərabər işləyirik. Buraxılış qruplarında həftədə 2 dəfə, blok qruplarında isə həftədə 4 dəfə dərs təşkil olunur. İmtahana az zaman qaldıqda dərs sayı artır. Bu, hər hansı bir şeyə təsir etmir. Bu, mənim şagirdlərə xeyir olsun deyə elədiyim bir işdir. Bir dərs 90 dəqiqə, 1 saat 30 dəqiqə əhatə edir. Dərs müddətində mövzu izahı olmur. Mövzu izahı ayrıca video izahlar üzərindəndir. Şagirdlə biz dərsdə ev tapşırığı kimi verilmiş suallarda yaranan problemləri müzakirə edirik. Məsələn, deyir ki, müəllim filan suallarda mən əziyyət çəkmişəm. Mən də bir müəllim kimi izah edirəm, onun dərdini başa düşürəm. Daha sonra hər şagirdin çətinliyi də qeyd edilir ki, növbəti dərslərdə bu mövzuya bir daha toxunulsun. Mətn tapşırıqları üçün isə ayrıca qrup olur və unutmayın, bəzən gəlib yazırlar, ötən illərə qədər, bizim 2024-ə qədər, bir də bu ilin yayına qədər. Mətn qruplarımız hər kəsə açıq idi, yəni ki, qıraqdan bir şəxs də ödənişli əsaslarla qoşula bilirdi. Lakin artıq bu mümkün deyil. Və biz sadəcə öz şagirdlərimizi mətndən təmin edəcəyik. Yəni, bu da belə bilinsin. İmtahana hazırlıq zamanı şagirdlər bazalarına uyğun qruplaşdırılır ki, bir-birlərinə maneə törətməsinlər. Sıfırdan və ya orta aşağı bazı üçün fərqli, yüksək bazı üçün isə tamam fərqli olur, yəni gedişat. Məqsədimiz imtahan müddətinə qədər hər bir şagirdi öz potensialına çatdırmaqdır. Bəzən gəlib yazırlar ki, mən hal-hazırda 20-30 bal toplayıram, imtahana kimi 100 bal toplaya bilərəmmi, tam nəticə əldə edə bilərəmmi? Dəyərli şagirdlər, bununla bağlı mənim YouTube-da bir videom var, adı belədir, 100 balın sirri. Ona keçid edib bir baxsanız, başa düşərsiniz ki, 100 balı kimlər toplayır? Siz onlardan birisiniz, ya yox. Burada bu arada slaydda bunlara fikir verməyin, bunu düzəltməyi unutmuşam. Ona fikir verməyin. Deməli, şagirdlərin probleminə ciddi yanaşma, davamiyyətin yoxlanışı şagirdin dərsi hazırlığının təşkili. Yəni, dərsə gəlir bəzi uşaqlar 8 dərs olur, ikisini üçün buraxır. Bu şagird artıq mənim üçün gözdən düşür. Üzürü səbəb olmadıqca dərsi buraxmaq olmaz. Valideynlərlə əlaqə və lazım olduqda da psixoloji dəstək olur. Stimul isə hər zaman. Yəni, hər dərsdə mən onlara motivasiya, stimul verirəm ki, şagirdin dərsdə davamlılığı təmin olunsun. Vəsaitlərimiz hansılardır? Şagirdlər soruşur ki, hansı vəsaitlərdən istifadə edəcəyik? Deyim də uşaqlar. İstisnasız kim olur olsun, aşağı baza, orta baza, yüksək baza. Abituriyent jurnalının 2021-dən bəri nəşrləri, 2020-dən bəri istifadə olunan deməli, imtahan suallarıdır. Daha sonra OTK sınaqları və xüsusi 20 sınaq kitabçası bilirsinizlər. Bu hissədə mənim kitablarımı yığışdırmışam. Gərək oranı səliqəyə salın. Ona görə arxa planı hal-hazırda belə göy görürsünüz. Deməli, bunlara diqqət yetirək.
Daha sonra aşağı bazalı şagirdlərlə nə işləyirik? Aşağı bazalı şagirdlər çox zəif adlandıracağımız şagirdlərdir ki, onlar əsasən dim test toplunu işləməmiş olur və biz onlara dim test toplu RM-də mətnləri işləmirik. RM-in mətnlərini mən kifayət hesab etmirəm, amma qaydaları yaxşıdır. Qaydaları və ən sonda şagird yaxşı bir bazaya gələndə müəllimlərin hazırlıq mərkəzi vəsaitində Azərbaycan dili sualları işlədilir. Yuxarı bazalı şagirdlərlə də sırayla yenə RM, sadəcə qaydalar üçün müəllimlərin hazırlıq mərkəzi, yəni müəllimlərin hazırlıq mərkəzi aşağı bazalı şagirdlər üçün ən axırdadır. Yuxarı bazalı şagirdlər hardasa artıq qış aylarında başlayır müəllimlərin hazırlıq mərkəzini daha erkən, qış aylarından erkəndə işləməyə. Yəni ki, hətta bitirəndən sonra biz imtahan müddətinə qədər müxtəlif mənbələrdən əlavə dil qaydaları, sınaqları da işlədirik şagirdlərə. Hər ikisinə aiddir. Mətn üçün müəllimlərin hazırlıq mərkəzinin 60 mətn kitabı bu qrupda təmin olunacaq və müxtəlif mənbələrdən seçmə mətnlərinə sinif testləri. Bunlar önəmlidir. Fikir verin. Hər birinin materialı demək olar ki, eynidir. Yuxarı bazalı şagirdlərdə daha çətin olur. Aşağı bazalı şagirdləri də yaxşı bir vəziyyətə gətirməkdən ötürü çətin vəsait olacaq, amma mərhələli şəkildə. Yəni bir anda aşağı bazalı, orta bazalı uşağın qabağına biz çətin bir material qoya bilmərik. Bu düzgün olmaz. Və yekun olaraq dərs saat. Bu arada ədəbiyyat haqqında demədim, dəyərli şagirdlər. Ədəbiyyat bir balaca fərqlidir. Ədəbiyyatı da deyim, burada qeyd etməmişəm. Ədəbiyyatda yuxarı baza, orta baza filan söhbəti olmur. Əsasən oxu üzərindədir. Yəni oxuyursan, yazırsan bu qədər. Bir nəzəriyyə hissəsini onu mənim borcumdur ki, izah edim və onu izah edəcəyik ki, o şagirddə problem yaratmasın. Ona görə də ədəbiyyat qrupları da əslində aşağı, yuxarı olaraq iki yerə bölünsə də materialları yenə də bir materialla fərqlənir. Deməli, yuxarı bazalı olan uşaqlara bəzən soruşa bilərlər ki, müəllim, niyə dim işlətmirsiniz? Uşaqlar dimi adətən yuxarı bazalı uşaqlar işləmiş olur. Yəni ki, onların dimə ehtiyacı olmur. Aydındır. Bunu nəzərə alın. Davam edək. Video yarım qaldı. Deməli, ədəbiyyatdan düzdür, bir baza fərqi olmur. Əsas nəzəriyyə məsələsidir. Ancaq adətən aşağı, orta bazalı şagirdlər dim test toplunu çox işləmədiklərindən biz orta baza qrupunda dim test topludan başlayacağıq. Yüksək baza qrupunda isə dim test toplu istifadə olunmayacaq. Burada bəs hansı vəsaitlər olacaq? Müəllimlərin hazırlıq mərkəzi, MHM adı ilə bilinən ədəbiyyat vəsaiti. Bir də yaşıl üzlü kitab var, Nəsiminin şəkli olan. Unutdum müəllifləri. O kitabı da istifadə edəcəyik. Çox faydalı vəsaitlərdir, həqiqətən hər ikisi. Orta baza qrupunda da onlar istifadə olunacaq, ancaq birinci dim test topludan başlayaraq. Dərs saatlarımız hansılardır? 9-da üçün cəmi bir qrupumuz var. 10-11-ci siniflər yüksək baza üçün 2 qrupumuz var. 15:00-16:30 və ya 17:00-18:30 seçə bilərsiniz. Azərbaycan dili qrupumuz 1 və 4-cü günlər. Orta baza üçün bir qrupumuz var. 13:30-dan 15:00-a kimi. Ədəbiyyatdan yüksək bazalı şagirdlər üçün 15:00-16:30, orta baza üçün isə 13:30 və 15:00 arası. İndi dəyərli şagirdlər, soruşa bilərsiniz ki, orta və yüksək bazanı biz necə müəyyən edəcəyik? Deməli, siz hazırlığımıza yazılmaq fikrinə düşsəniz, biz sizi bir qrupa əlavə edirik. Hamını, yəni ki, hələ heç kimi bölmürük. İnşallah ki, avqustun hardasa 10-unda və ya daha erkən ilk həftəsi də ola bilər. Biz bir sınaq dərsi keçirəcəyik və şagirdlərin səviyyəsini 10-15 sualla ölçüb onları qruplaşdıracağıq. İstəyirsiniz orta baz olun, istəyirsiniz yüksək baz olun, heç bir fərqi yoxdur dəyərli şagirdlər. Önəmli olan hər bir qrupda dərsə ciddi yanaşıb, yüksək yerə gəlib çatmağımızdır. Bəzən çox aşağı deyək ki, bazada olan şagird deyir ki, mən yüksək bazalı şagirdlərlə hazırlaşıb onlarla eyni səviyyəyə gəlmək istəyirəm. Əvvəla
10 nəfərin güclü, bir nəfərin zəif olduğu bir yerdə o bir nəfər uyğunlaşarmı? Olar. Amma bəzən olmaya da bilir. Ona görə yaxşı olar ki, şagird öz səviyyəsində olan şagirdlərlə birlikdə böyüsün, birlikdə öyrənsin. Və hər bir halda yüksək bazadan olan biri də gedib məsələn 100 bal toplaya bilər və yaxud da 95. Orta bazalı qrupa da daxil olan adam yenə eyni bal toplaya bilər. Çünki biz dərsi eyni deyirik və şagirdləri tam səviyyədə hazırlaşdırmağa çalışacağıq. Bunu da nəzərə almanızı xahiş edirəm. Müraciət etdiyiniz zaman dəyərli şagirdlər, xahişim budur ki, salam yazıb nəyisə gözləməyəsiniz. Məsələn, yazırsan ki, salam, mən Azərbaycan dilindən 1 və 4-cü günlər 13:30-15:00 qrupuna qoşulmaq istəyirdim. Zəhmət olmasa, mənim adımı bu qrupa yazın. Orada siz yazdıqda ödəniş məlumatları və s. və ilaxır, bunu menecerimiz sizə bildirəcək. Və bu bilgini alacaqsınız, elə qoşulacaqsınız. Və mənə yaxşı olar ki, valideyn özü müraciət edəsin. Bəzən gəlir, müraciət edirlər, bəzən gəlib qoşulmaq üçün maraqlanırlar və şagirdlər adətən edir və gəlib öz adları ilə, yəni valideynin yerinə özləri qoşulmağa çalışır, son anda da deyir ki, istəmirəm və yaxud da adımı qeydiyyatdan silin. Baxın, bizim deyək ki, qrupda maksimum olacaq 20 və 25 nəfər. Artıq 20 nəfəri bir qrupa yığmışıq və ayın 25-i, 25 avqustda da bizim qeydiyyatımız bitir. Düzdürmü? Ayın 24-ü bu 20 nəfərdən ikisi çıxsın desin ki, mən vaz keçdim və müəyyən səbəblərdən qoşulmuram. Bir gün qalmış qeydiyyatı mən o 2 nəfəri necə bərpa edim? Aydındır. Ona görə xahiş edirəm ki, fikri ciddi olmayan, əmin olmayan nəsə məndən soruşmasın. Xahiş edirəm. Bunu da nəzərə almanızı rica edirəm. Bunlar indiyə kimi dediyim bilgilər bura qədər. Ödənişli dərslər əsasındaydı. Ödənişsiz dərslər seçsəniz, şərhdəki sabitlənən mesajdan ödənişsiz kanallarımıza abunə ola bilərsiniz və yeni tədris ilini səbirsizliklə gözləyirik. İnşallah ki, hər kəs üçün yaxşı olar. Burada sizə demək olar bütün məlumatlar verilib. Ödəniş və s. ilə bağlı məlumatı isə qeyd olunan nömrəyə yazaraq ala bilərsiniz. 050 666 81 80. Və salam. Sağ olun, salamat.